Məktəbəqədərki dövrdə uşaqların ingilis dilini daha asan qavramasını və öyrənməsini, həmçinin birinci sinifə gedərkən artıq 2000-ə yaxın söz bilməsini təmin etmək məqsədi ilə gərgin axtarış və səylərdən sonra Danışan Kitablar layihəsi çərçivəsində ağıllı qələm kimi orijinal və praktik dərs vəsaitini ərsəyə gətirdik. Ağıllı qələm bir müəllim kimi ingilis dilini əlifbadan başlayaraq sadədən mürəkkəbə doğru öyrədir. Mövzunu izah edir, sözlərin düzgün tələffüzünü verir, sual-cavab aparır, cavabları qiymətləndirir, uşaqları həvəsləndirir. Bu vəsait dərslikdən və ağıllı qələmdən ibarətdir. Əvvəlcə qələmi işə salırıq. Sonra isə istənilən dərsliyin üz qapağına toxundurub həmin dərsliyi seçirik. Kitabın ilk səhifəsində səs səviyyəsini tənzimləyir, azaldır və ya artırırıq. Növbəti səhifələrdə istənilən mövzunu seçib oxumağa başlayırıq. Hər mövzunun əvvəlində qələmi izah funksiyasına toxundurmaqla həmin mövzu haqqında Azərbaycan dilində ətraflı məlumat əldə edə bilirik. Məsələn, My School, mənim məktəbim mövzusunu seçirik. Hər səhifədə sözlərin ingiliscə yazılışı, tələffüzü və ifadə edilən əşyanın şəkli verilmişdir. Məsələn, pen və qələmin şəkli. Beləliklə, həm sözün yazılışını və bildirdiyi əşyanı görür, həm tələffüzünü eşidir, həm də Azərbaycanca mənasını öyrənirik. Beləcə, eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur. Sözü görərək və eşidərək əzbərləyirik. Səhifəni necə öyrəndiyimizi yoxlamaq üçün ağıllı qələmi hər səhifənin aşağı hissəsində olan sual işarəsinə toxundururuq. Bu zaman ağıllı qələm sözü ingiliscə tələffüz edir, biz də onu səhifədə göstəririk. Cavab doğrudursa, qələm alqış sədaları altında afərin, doğrudur deyir. Səhvdirsə, musiqili nida səsi eşidilir. Həmçinin, kitabın sonunda uşaq psixologiyasına uyğun musiqili səhifələr verilmişdir. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib, əylənə-əylənə təkrar edə bilərlər. Ağıllı qələm yemək yeyərkən, yatarkən, oynayarkən də uşaqların yanından ayrılmır. Belə ki, ağıllı qələmin oturacağında olan MP3 funksiyası ilə uşaqlara onların yaşına uyğun, xoş əhval-ruhiyyə bəxş edən ingiliscə musiqilər dinlətdirə bilərsiniz. Unutmayaq ki, musiqi sözlərin daha yaxşı yadda qalmasında, yaddaşda möhkəmlənməsində mühüm rol oynayır. Həmçinin, uşaq qələmi qoyub gedəndə 3 dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Səni gözləyirəm. Mən hələ də gözləyirəm. Gözləyirəm ki, gəl birlikdə oxuyaq.